Salam, hörmətli izləyicilərimiz, xoş gördüm sizləri. Bugün Masazır qəsəbəsi eksklüziv həyət evimizi sizlərə təqdim edirəm. Evimiz yalnız bizim kanalda, bizim səhifələrdə, yalnız bizdən satışını gözlədiyiniz bax bir evdir. Ev sahibi bizə həvalə elədiyi üçün bu evin satışını yalnız bizdə görəcəyiniz eksklüziv şəxsi tikili həyət evi. Evimiz təmirsiz ev, 2 sot 10 kvadratda, belə deyək, 210 kvadrat torpaq sahəsində olan bir həyət evidir. 6 daş kürsülü, 3-4 otaqlı, təmirsiz həyət evi, ucuz qiymətə. 6 nömrəli məktəbin yanı, bax, yaxınlaşdırım sizlər üçün. Bax, bu gördüyünüz hissə 6 nömrəli məktəb və 6 nömrəli məktəbin yolu. Məktəblə arası 70-80 metr olan, iki tərəfi yol olan, bax bu cür ən hündür yerdə, Masazın ən hündür yerində, bax belə 4 tərəfi yol olan, 4 yolun ayrısında yerləşən bir ev. Mərkəzi kanalizasiya trapı da görürsünüz, kanalizasiya xəttini yerləşən bir ev. Qiymət gözəl qiymətdir. Qiyməti 61.500 manatdan satışa çıxıb. Real müştərilərlə razılaşmaq mümkündür. 4 bir tərəfi zabor olan həyət evi, yaxınlığında market var, yolu quruntovoy, qəşəng, şeben yoldur. Məktəbin, bax bu gördüyünüz, bax bu görsənən pəncərələr 6 sayılı məktəbin yanı. 70-80 metr məsafə var, bu da 6 nömrəli məktəbin yolu. Əsas yolu. Darvaza var 4 bir tərəf, belə deyək, zaborun içində. Həyətə bax bu cür, qəşəng. Darvaza istəyən buradan da qoya bilərsiniz. Evimizdə 5-6 daş kürsülü, şəxsi tikili, 4 tərəfi 4 qoşa daş olan kubiklə tikilmiş həyət evi. Bünövrəsi yerində qanunlu şəkildə çardaq balaca atılıb bura və evin də görürsünüz Kurqovay iç sahələri belə payasa beton kəmərlə örtük atılıb. Burada həyətində sanitar qovşaq var, təmirsizdir, amma həyəti təmizləmək lazımdır. 5-6 daş kürsülü evimiz. Bax görürsünüz, bura maşın da daxil olur, darvazanı burada qoya bilərsiniz, həyət də genişlənə bilər. Bunu sökədə bilərsiniz, bu həyət də genişlənə bilər. 3 otaq evdir, bunu 4 otaq və yaxud da ki 2 mərtəbə otaq da eləmək olar. Evin də yan tərəfinə keçid var, evin iki tərəfi yol, hörmətli izləyicilərimiz. Çox gözəl, tikilişə malik, quruluşa malik bir həyət evi. Bura sonradan artılıb, bura rahat salon eləyə bilərsiniz. Bax, evin içi, girim, otaq-otaq sizlər üçün göstərim. Evin içinə daxil olduq, hörmətli izləyicilər, görürsünüz, atmalar 5-in 20-yə təmiz atmalar. Evin daxili sahəsini görürsünüz, payasa beton kəmər, Kurqovoy 4 bir tərəfdən beton örtü ilə örtülüb, ara kəsmələr tək-tək və evin arxa, yan, qabaq, ön hissələri isə qoşa daşda inşa olunub. 5-6 daş kürsü görürsünüz, atmanın xətlərini görürsünüz. Burada evin içində bax bu cür bir dənə belə sanitar qovşaq, qoşa daşda inşa olmuş, böyükdür, harca 6 kvadrat. Bu evin mətbəx hissəsi hardasa 8-9 kvadrat. Əlavə də dəyişiklik eləmək mümkündür. Bu evin bir yataq otağı, böyük, atmalar atılıb, dəyişikliyi də eləyə bilərsiniz. 16 kvadrat, 2 ədəd yataq otağı mövcuddur, hörmətli izləyicilərimiz. Bu isə evin salon hissəsi, yenə deyirəm, hər cür dəyişikliyi eləyə bilərsiniz, çünki evimiz qurudaş. Pəncərələr qoyulub, hörmətli izləyicilərimiz, 4 bir tərəfdən pəncərələr qoyulub. Qiymət 61.500 manatdan deyilir. Qanunlu şəkildə çıxarışı var, fərdi yaşayış tipli ərazilər, fərdi yaşayış məntəqələrinin torpaqları, xüsusi mülkiyyət dövlət reyesinə qeydə alınmış, çıxarışı mövcuddur. Bura isə əlavə olunmuş yer. Bax, buradan sağ tərəfə evin uzunluğu boyda 3 metr hündürlüyü, 12 metr, 13 metr uzunluğunda boş yer var. Salon eləmək mümkündür. Seyf qapısı var. Həyəti geniş, şəxsi ev 61.500 manata təklif olunur. Real müştəri olsa qiymətdə ev sahibi ilə razılaşmaq mümkündür, hörmətli izləyicilərimiz. Həyəti də çox geniş, 2 sot 15 kvadrat həyətdir. Bax, bu ərazini də görürsünüz. Burada hörmətli izləyicilərimiz uzun bir ərazidir. Boş ərazidir. Burada rahat otaq salmaq mümkündür.
Çox gözəl tikili, şəxsi ev. Qiymət də normaldır. Bu evə hardasa 20 min qoysaz, 80 minə, 85 minə başa gəlsə, bunu 2 mərtəbədə eləmək mümkündür. Bu növrə çünki 2 mərtəbə üçün nəzərdə tutulub, kəməri var. Çardaq hissəsini söküb 2 mərtəbədə eləyə bilərsiniz. 61.500-ə qanunu dövlət reyestrində qeydiyyata alınmış, çıxarışı fərdi yaşayış kateqoriyasında çıxarışı var. Buyurun hörmətli seyircimiz, söz sizdə. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.